imtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 14-cü testimizə. Baxın, deməli uşaqlar, bu tek question testidir. Yəni bir tərəf təsdiq, bir tərəf inkar. Baxın, burada birinci tərəfimiz təsdiqdə olduğu üçün, ikinci tərəfimiz inkarda olmalıdır. Onun üçün də təsdiqi ələyirik. Daha sonra baxıram ki, cümləmizin mübtədası həmişə cəmdə olan isimdir, cattle sözü və xəbərimizdə cəmdədir. Həmçinin to be istifadə ediblər. Deməli, onda biz də düzgün olaraq to be-ni seçməliyik. Cavabımız olduğu E-bəndi. Daha sonra baxıram 15-ci testimizə. Deməli, both and-lə işlənir, either or-la işlənir, neither nor-la işlənir, not only but also olur. Deməli, cavabımız olduğu E-bəndi. Sonra baxıram 16-cı testimizə. Passive voice məchul növ tapmalıyıq. Verilmiş sual cümləsini məchul növə çevirməliyik. Deməli, baxıram, yadınızda saxlayırsınız ki, məchul növdə heç vaxt köməkçi feillə əsas feil yanaşı işlənə bilməz. Burada da was brokendur, burada da was brokendur. E-bəndində də was been deyə bir şey yoxdur, yadınızda qalsın. Deməli, düzgün cavabımız olduğu A-bəndi. Who was the window broken by? Daha sonra baxıram 17-ci testimizə. 17-ci testimizdə birinci tərəfdə ego vardı. 1 saat əvvəl keçmiş sayda zamanın zaman zərfidir. Onun üçün də düzgün cavabımız olacaqdır B-bəndi. Daha sonra baxıram burada 18-ci testimizə. Exam results. Yadınızda qalsın, 2 isim yanaşı gəlibdirsə, ikinci ismə baxmalıyıq. Results cəmdə olduğu üçün bizdə deməli cəm xəbərləri götürürük. Burada be olsaydı will be, onda o da düzgün olacaqdı. Olmadığı üçün yanlışdır. Burada niyə be olmalıdır? Çünki imtahan nəticələri çap edəcəklər demərik. Çap ediləcək deyərik. Bizə məchulluq lazım olduğu üçün bir də to be lazım idi. Olmadığı üçün onu variantlardan seçmirik. Daha sonra baxıram 19-cu testimizə. Baxın, deməli, could-dan sonra to işlənməz, should-dan sonra to işlənməz, to be able to ilə işlənməliydi, was able to ilə işlənməliydi. Düzgün cavabımız oldu A-bəndi. Daha sonra 20-ci testimizə baxaq. 20-ci testimizdə deyir ki, şagirdlərdən, tələbələrdən biri çantanı sinifdə unutdu, sinifdə qoydu. Deməli, onun üçün də burada in the classroom deməliyik. Cavabımız oldu A-bəndi. Və 21-ci testimiz play sözü əgər musiqi alətləri ilə işlənirsə, deyə artikl istifadə edirik. Amma oyun adları ilə işlənirsə, onda artikl istifadə etmirik. Və musiqisi olmaq istəyir deyir. Musiqiçi sözdə m samitlə başladığı üçün biz ən verə bilmərik, verməliyik. Düzgün cavabımız oldu C-bənd.